Gündəlik həyatımızda bədənimiz daim stres altındadır. Oturaq həyat tərzi, düzgün duruşun pozulması və hərəkətsizlik sağlamlığımızda bir çox problemlərə səbəb olur. Bu problemlərin aradan qaldırılmasının ən effektiv və sadə yolu nələrdir? Bugün bu barədə danışacağıq. Bugünkü buraxılışımızda sizə milyonlarla insanın seçimi olan Pilates haqqında danışacağıq. Nədir, necə edilir və niyə sağlam həyat üçün bu qədər vacibdir? Pilates, Joseph Pilates tərəfindən 20-ci əsrin əvvəllərində yaratmış bir sistemdir, hərəkətlər topluluğudur. Birinci, düzgün nəfəs almaqla başlayırıq. Əllərimizi ona görə qaburğaların üstünə qoyuruq ki, nəfəs alarkən qaburğaların yanlara doğru necə genişlədiyini hiss edək. Əllərimizi yuxarıya doğru qaldırdıq, nəfəs aldıq, çiyinlər aşağı. Bu hərəkət onurğanın hərəkət qabiliyyətini artırır. Yan əzəllərini, ayaqların, arxa qrup əzəllərini də çalışdırır. Pilatesin faydaları çoxdur, xüsusən də qamətlə bağlı. Hərəkət zamanı dərin əzəlləri çalışdırırıq, əzəllərin elastikliyini bərpa edirik, onurğanın artikulyasiyasını, yəni hərəkət qabiliyyətini artırırıq. Pilates qamətlə yanaşı təbii ki, bir çox xəstəliklərdə tətbiq olunur. Stresə çox gözəl təsiri var. Xanımların tez-tez verdiyi suallardan biri də Pilateslə arıqlamaq mümkündürmü? Ümumiyyətlə, nəinki Pilateslə, digər idman növləri ilə başlı-başına tək başına arıqlamaq təbii ki, mümkün deyil. Pilateslə yanaşı düzgün qidalamaq mütləq vacibdir. Əllər yenidən yuxarıya doğru qaldırdınız, çiyinlər aşağı, nəfəsi verərkən yuvarlaq kürəklə aşağıya doğru endiririk. Dizlərinizi bükürsünüz və geriyə doğru sərbəst qoluna, sərbəst qollar rahat qaydırıq. Nəfəs alarkən qızlar, al, ver. Nəfəs al, dartınırıq, veririk, aferin. Qollarınızı uzadırsınız önə, ovuc içi baxır qarşıya, sağ əlinizi nəfəs alarkən yana doğru apardıq və arxasınca baxırıq. Gəlirik ortaya. Unutmayın, hərəkətdən başlayır. Kiçik bir addım böyük dəyişikliklərin başlanğıcıdır.